Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə məsələləri üzrə Milli Observatoriya əmək bazarının cari vəziyyətini qiymətləndirmək məqsədi ilə iş elanlarının geniş miqyaslı kəmiyyət təhlilini aparıb. Bu barədə Nazirlikdən məlumat verilib. Bildirilib ki, son 2 il əhatə edən 25678 vakansiya nəzərdən keçirilib və ən çox tələb olunan 5 prioritet peşə istiqaməti, satış təmsilçisi, mühasib, kredit mütəxəssisi, İşə qəbul üzrə mütəxəssis, satış planlanması müəyyən edilib. Təhlillər göstərir ki, bu peşələr üzrə işçi qüvvəsinə daha çox ehtiyacın olması, əmək bazarının genişlənməsi və struktur dəyişiklikləri ilə sıx bağlıdır. Vakansiyaların hər dördündən biri topdan və pərakəndə ticarət sahəsində fəaliyyət göstərən müəssisələrə aiddir. Bank sektoru isə 9,2% payla vakansiya sayına görə ilk 10-luğa liderlik edir. Bu sektor həm yeni iş yerlərinin yaradılması, həm də işçi dəyişkənliyinin yüksək olması ilə seçilir. Araşdırma həmçinin göstərir ki, iş elanlarının 76,2%-də iş təcrübəsi tələb olunur. Minimum iş təcrübəsi tələbi isə 1-2 il arasında dəyişir. Vakansiyaların 67,2%-də ailə təhsilinin əsasən bakalavr səviyyəsi tələb olunur. Məvacib göstəricilərinə gəldikdə qeyd edilən 25678 vakansiyadan yalnız 8,4 minə yaxın vakansiyada əmək haqqı qeyd edilib. Onlardan təklif olunan məvacib 407 min manat arasında dəyişir.